Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla əziz və dəyərli izləyicilər, hər birinizi Qur'an-ı-Kərimin surələri ilə tanışlıq verilişində xoş gördük. Bugünkü mövzumuz Qur'an-ı-Kərimin 24-cü surəsi olan Nur surəsidir. Təbii ki, keçən verilişlərimizdə Nur surəsinin əhatə etdiyi bəzi mövzular haqqında söhbət etdik. Qeyd etdik ki, Nur surəsi Məkkə şəhərində nazil olub 64 ayədən ibarətdir. Nur surəsi əxlaqi dəyərləri özündə daşıyan surələrdən biridir. Ən çox əhkam, əxlaqi dəyərləri əhatə edən mövzuları əhatə edən surə Nur surəsidir. Nur surəsində ictimaiyyəti, cəmiyyəti, əxlaqi keyfiyyətlərini tənzimləyən, onları yüksək səviyyəyə çatdıran surələrdən biri Nur surəsidir. Təbii ki, Nur surəsi adından göründüyü kimi Allahın yerin və göyün nuru olduğunu qeyd edir. Hər bir nurun, hər bir gözəlliyin mənbəyi, mənşəyi Allah olduğunu qeyd edir. Və bu mübarək surəni hər kəs oxuyarsa, onun qəlbi nurlanar, qəlbi nurlanarsa, onun bütün vücudu nurlanar. Və hər kəs bu surəni öz ailəsində oxuyarsa, təbii ki, oxuyub, başa düşüb, əməl edərsə, Allah Taala onun öz əxlaqını gözəlləşdirər, ailəsinin əxlaqını gözəlləşdirər və bu ailə əxlaqı pozulmaz, əxlaqı tənzimlənər və gözəl bir ailə, gözəl bir cəmiyyət olar. Təbii ki, keçən verilişlərimizdə Nur surəsini əhatə etdiyi mövzuları bir-bir xatırlatdıq və qeyd etdik ki, Allah Taala burada insanları əxlaqsızlıqdan, zinadan çəkinməyi əmr edir və zinakarın cəzasını müəyyənləşdirir və eyni zamanda insan bilmədiyi məsələləri insanlar arasında yaymasını, fitnəni, fəsadı yaymağın cəzası qeyd olundu və insan əgər dəlilli, sübutu, 4 şahid olmadan bir insana iftira atarsa, onun cəzasını qeyd etdi. Eyni zamanda Allah Taala bu mübarək surədə qeyd etdi ki, yaxşı insanlar, pak insanlara layiqdir. Yaxşı, pak olmayan insanlar isə pak olmayan insanlara layiqdir. Yəni insan, pak bir insana layiqdir. Pak bir xanım, pak bir kişiyə layiqdir. Yəni bütün bunlar arasında bənzərlik, oxşarlıq və uyğunluq olmalıdır ki, bu ailə, bu cəmiyyət qorunub saxlansın və davamlı olsun. Və Quran-ı Kərim həm kişilərə, həm qadınlara əxlaqi dəyərləri əmr edən zaman onlara ey möminlər, ya Peyğəmbər, mömin kişilərə de, gözlərini haramdan çəksinlər və mömin qadınlara de, gözlərini haramdan çəksinlər. Təbii ki, gözlərin haramdan çəkinməsi təkcə kişilərə aid deyil. Bəzən bunu elə başa düşürük ki, naməhrəmdən gözü qorumaq, gözü saxlamaq, haramdan göz saxlamaq təkcə kişilərə məxsus olan əməldir. Qadınlar isə təkcə hicab geyinməli, örtünməlidir. Təbii ki, gözün qorunması, qadın, kişi fərqi yoxdur. İstər kişi olsun, istər qadın olsun. Allahın haram buyurduğu işlərdən gözlərini çəkməli, gözlərini qorumalı. Allahın haram buyurduğu sözlərdən dillərini qorumalı. Allahın haram buyurduğu işlərdən əllərini saxlamalıdırlar. Bu məsələlərdə kişi, qadın fərqi yoxdur. Odur ki, Allah Taala mübarək kitabında həm kişilərə, həm qadınlara ilk öncə gözlərini qorumağı, haramdan gözlərini saxlamağı, yerə dikməyi əmr edir. Təbii ki, bütün bu insanın qəlbinin saf qalmasına, qəlbinin təmizlənməsinə kömək edir. Çünki insanın gözü birbaşa qəlbinə məlumat ötürür və qəlb çirkləndisə, artıq insanın bütün vücudu çirklənər. Əziz Peyğəmbərimiz buyurduğu kimi, bilin və agah olun, insan bədənində bir tikə ət vardır ki, əgər o xarab olarsa, əgər o korlanarsa, bütün vücud korlanar. Əgər o islah olarsa, bütün vücud islah olar. Bilin və agah olun, o insanın qəlbidir. Təbii ki, insanın qəlbinə təsir edən ən böyük vasitələr insanın gözü, dili və qulağıdır. Allah Taala bizlərə gözümüzün və qulağımızın və dilimizin hər birinin qiyamət günü sorğu-sual olunacağını xatırladır və bunun məsuliyyətini bizə dərk etdirir ki, gözümüzü və qulağımızı və dilimizi qoruyaq ki, qəlbimiz aram olsun, qəlbimiz rahat olsun. Hətta ibadət zamanında belə etdiyimiz ibadətin ləzzətini
hiss edə bilək. O insan ki, gözlərini qorumaz, hətta namaz qıldığı əsnada belə xuşu tapa bilməz. Çünki insan gördüyünü zehnində canlandırır və bu insanın qəlbinə həkk olunur və eyni zamanda insanı bu narahat edir, gərgin edir. Hətta ibadət əsnasında belə qəlbi rahatlıq tapa bilmir, aramlıq tapa bilmir, xuşu və xuşu hiss edə bilmir. Təbii Mübarək Nur surəsinin 31-ci ayəsində Allah Taala mömin qadınlara, yəni müsəlman qadınlara öz hicablarını sinələrin üstünə çəkməsini əmr etdi. Təbii ki, burada qeyd olunan bu mübarək ayədə xanımlara əmr olunur, gözlərinizi naməhrəmdən çəkindirin deyəndən sonra təbii ki, insanın birinci daxili aləmində hicab örtməlidir. Daxili aləmin hicabı insanın gözünə pərdə çəkməsi, eşitməməli sözləri eşitməmək üçün qulağına pərdə çəkməli və ağzına pərdə çəkməli. Bütün bunları riayət etmək insanın hicabıdır. Və ondan sonra isə Allah Taala xanımlara baş örtüklərini sinələrinə çəkməsini əmr edir. Təbii ki, baş örtükləri İslamın əvvəllərində baş örtüklərini arxaya atardılar və sinələri isə layiqincə örtülməzdi. Sinələrin müəyyən bir hissəsi açıq qalardı. Allah Taala buna əmr edərək dedi: "Ya Rasulum, mömin insanlara, müsəlmanlara de ki, öz baş örtüklərini sinələrinə çəksinlər." Təbii ki, bu xanımların iffətlərinin, namuslarının qorunması üçündür. İslami dəyərlərdə xanım gizlədiləsi bir zəiflik deyil, qorunası bir əmanətdir, qorunası bir dəyərdir. Odur ki, xanımların qorunması, xanımların öz hicablarını taxması, özlərini Allah istəyən kimi örtməsi onların dəyərinin bir daha bariz nümunəsidir ki, xanımlar zahiri gözəlliyinə görə dəyərli deyil, xanımlar Allah qatında dəyərli bir varlıqdır. Odur ki, Allah Taala onların, naməhrəm insanların, yad insanların dilindən və gözündən kənar olmalarını istəyir və onların iffətlərinin qorunmasını, onların adlarının paş qalmasını istəyir və onlar üçün daha gözəldir. Bu mübarək ayədə xanımlara hicab taxmalarını, sinələrini örtmələrini, təbii ki, hicab deyəndə örtük deməkdir. İnsan, bir xanım örtülən zaman onun təkcə üzərinə bir parça atılması deyil, hicabın ruhuna uyğun olmalıdır. Bu çox dar olmamalıdır və eyni zamanda çox şəffaf olmamalıdır və müxtəlif rəngarəng olub qıraqdan insanların nəzərini cəlb etməməlidir. Yəni, hicab təkcə örtünməkdən ibarət deyil, hicabın ruhuna uyğun olaraq geyilməlidir insanın, yəni xanımın bədən əzalarının cizgiləri bilinməməlidir. Və bu hicab forması, yəni xanımı naməhrəm insanların gözündən qorunması üçün ən dəyərli bir xüsusiyyətdir, ən dəyərli bir səbəbdir. Təbii ki, İslam dini xanıma çox böyük dəyər verir və bunun qorunması, onun hicabı taxması və sinəsini və başını örtməsi və bu insanların, naməhrəm insanların gözündən amanda qalması onların özlərinin iffəti üçün daha xeyirlidir. Təbii ki, Əhzab surəsinin 59-cu ayəsində də Allah Taala Peyğəmbərimizə müraciət edərək buyurur: "Ya Rasulum, öz zövcələrinə və qızlarına və möminlərin xanımlarına de ki, öz cilbablarını, cilbablı yəni örtüklərini, üst geyimlərini geysinlər. Üst geyimlərini geysinlər və bunlar üçün tanınmaları üçün daha yaxşıdır." Təbii ki, bu ayənin nazil olmasına, Əhzab surəsinin 59-cu ayəsinin nazil olmasının səbəbinə baxsaq, görərik ki, Peyğəmbər sallallahu zamanında İslamın əvvəlində cahil insanlar, imansız insanlar, nadan insanlar, xanımlar gecə küçəyə çıxıb, bayıra çıxıb, öz bir işlərini görməyə gedən zaman onlara küçədə söz atar və yaxud da hər hansı bir nalayiq hərəkətlər edərdilər. Bu zaman ayə nazil oldu, dedi: "Ya Rasulum, mömin xanımlara de ki, öz cilbablarını, yəni zahiri geyimlərini, üst geyimlərini normal şəkildə geysinlər." Təbii ki, o zaman onlara söz atan insanlar bəhanə gətirib deyirdilər ki, biz onları elə bildik cariyələrdir və yaxud da kənizlərdir. Bu ayədən məlum olur ki, o zaman
azad qadınlar öz hicablarını taxar və öz zahiri üst geyimlərini də normal şəkildə bədənlərinin hər bir hissəsini örtüləcəyi şəkildə geyərdilər. Lakin bu ayədən aydın olur ki, o zaman bədənlərini tam örtməyən, hicaba riayət etməyən cariyələr və yaxud da kənizlər olmuşdur. Odur ki, onlara söz atan, nalayiq sözlər deyən insanlar bu cür bəhanələr gətirdilər ki, biz elə düşünürdük, onlar cariyələrdir. Təbii ki, bu onların düşünməsi hər hansı bir xanıma istehza etmələri və yaxud da söz atmalarına imkan vermir. Lakin Allah Teala bütün iman gətirən möminlərə əmr etdi ki, insanların arasında, yəni o kimi insanlar sizi tanısın deyə siz də azad qadınlar kimi, möminlər kimi öz hicabınızı taxın və üst geyimlərinizi normal şəkildə Allahın istədiyi kimi geyinin. Elə geyinin ki, bədəninizin zinət yerləri görünməsin. Təbii ki, üz və əllər istisna olmaqla bədənin hər bir hissəsi örtülsün və eyni zamanda o örtülən, geyilən o üst geyimi çox dar olub bədənin cizgiləri nümayiş etdirməsin və çox şəffaf olub altda geyilən paltarları, libası göstərməsin və bu İslamın ruhuna, yəni xanımın məqamına uyğun bir vəziyyətdə olsun. Təbii ki, İslam dini insanın gözünün hicabına, insanın danışığının hicabına və insanın davranışının hicabına da əmr edir. Təkcə hicab zahiri geyim deyil, gözlərin, dilin və qulağın hicabı və ondan sonra isə xanımlar üçün öz bədənlərini, zinət yerlərini naməhrəm insanlardan örtmələrini əmr edir. Və bu mübarək Nur surəsi də Həzrət Peyğəmbərimizə müraciətlə xitam olunur və Həzrət Peyğəmbərimizin haqqında Allah Teala insanlara buyurur ki, bir-birinizi çağırdığınız kimi Peyğəmbəri də çağırmayın. Quran-ı Kərimə müraciət etsək görürük ki, Allah Teala Peyğəmbərlərə öz adı ilə müraciət edib. Ya Adəm, ey Nuh, ey İdris, ey Zəkəriyyə, bu kimi xitablarla Peyğəmbərlərə müraciət edib. Lakin Allah Teala Həzrət Peyğəmbərimizə müraciət edən zaman Ya əyyuhər Rasul deyə müraciət edib. Ey Peyğəmbər, ey Nəbi, ey Peyğəmbərim deyə müraciət edib. Odur ki, Həzrət Peyğəmbərimizə müraciət edənlərə Allah Teala xitab edir, bir-birinizi çağırdığınız kimi Həzrət Peyğəmbəri çağırmayın. O Allahın elçisi və Rasuludur. Onu çağıran zaman ey Allahın elçisi, ey Peyğəmbər, ey bizim Mövlamız deyə müraciət edin. Yəni Peyğəmbərin şəninə, məqamına uyğun ona müraciət edərək çağırın. Və bu mübarək ayə 64 ayədən ibarətdir. Bütün gözəllikləri özündə cəm edən surələrdən biridir. Allah Teala bu mübarək surəni oxuyub ona əməl edən qullardan qərar versin bizləri. Əssalamu aleykum və rəhmətullah və barakatuhu.